Salam həmvətənlərimiz, Azərbaycanlılar. Bugün əsas söhbətimiz Azərbaycanın faciəli durumundan olacaq. Çünki doğrudan da Azərbaycanda təbil çalınması bir zamandır. Əsas idmanımızla bağlı nələrsə sizə çatdırmaq istəyirəm. Onu sizə demək istəyirəm ki, Azərbaycanda mən də Azərbaycanlıyam və idmançıyam. Ömrüm boyu idman eləmişəm. Azərbaycanda idmançılarımız, dəyərli idmançılarımız Azərbaycanın bayrağını qaldırmaq üçün, qızıl medal almaq üçün çoxdur. Həddindən artıq çoxdur. Bizim Azərbaycanlılarımızı Azərbaycandan qovub qaçırdan bu rejim gedib xarici ölkələrdən idmançı alıb gətirir. Görün nə günə qalmışıq ki, 54 idmançıdan 36'sı xarici vətəndaşdır. Onlara pasport verirlər. Halbuki mən özüm ömrüm boyu Azərbaycan pasportuna həsrət qalmışam. Azərbaycan vətəndaşı ola bilmirəm. Amma xarici vətəndaşları alırlar, pullar xərcləyirlər, aldadırlar, büdcədən oğurlayıb onlara da vermirlər. Yəni korrupsiya. Son 20 ildə Azərbaycanın və hakim ailənin elə bir korrupsiya skandalı olmayıb ki, qalmaqalı olmayıb ki, orada adı çəkilməsin. Azərbaycanlı olmağımıza, Azərbaycanlıyıq deməyimizə bizi peşman edirlər, utandırırlar. Görün Azərbaycanımızı nə günə qoyublar ki, Patrick Hickey kimi maşennik, şərəfsiz Azərbaycanın şərəf orderinə layiq olur. Amma Azərbaycanın şərəfli oğlanları İlqar Məmmədov, Natiq Cəfərli kimiləri cəzaevlərində çürüdürlər. Çünki bu rejimin, bu diktaturanın işinə yaramır. Gedir Azərbaycanın bugün Azərbaycanlı olarak, yani bizim həmvətənlərimiz Qazaxıstanda, Türkiye'de bayrağını qaldırırlar Qazaxıstanın, Türkiye'nin. Çünkü insanları elə günə qoyublar ki, Azərbaycanı tərk edirlər, ölkəmizdən qaçırlar. Çünkü bu rejim insanlarımızı yaşamağa qoymur. Gəlin bugün mənim həmvətənlərim Azərbaycanlılar, Azərbaycanın gələcəyi üçün, dövlətimizin gələcəyi üçün, xalqımızın gələcəyi üçün, İdmanımızın gələcəyi üçün, uşaqlarımızın gələcəyi üçün nə isə eləyək. Bu dözülməz bir haldır. İdman, yəni bu idmanı korrupsiya mənbəyinə çevirən rejim bu xalqa, bu vətənə lazımdırmı? Yetməzmi bizim insanlarımızı belə rəzil günə qoydular? Xalqlar, ölkələr qızıl medallar qazanırlar. Bizimkilər gedir Kubadan, nə bilim Bolqaristandan, Ukraynadan güləşçi qızlar alırlar. Nədir? Bizim güləşçimiz yoxdur, qızlar üzrə güləşçimiz yoxdur və biz gedib Ukraynadan bu idmanı təmsil eləmək üçün idmançı alırıq. Ya bu absurd bir şeydir. 120 milyonu Sokkar'ın reklamına futbol yarışlarında xərcləyincə o 120 milyonu mənə versəydilər, mən indi Azərbaycandan 100 dənə idmançı hazırlayardım bu 4 ilə və hər bir idman növü üzrə Azərbaycanı təmsil eləyərdi. Yəni vallahi billahi təbil çalınası bir zamandır. Təbil çalınası bir zamandır. İnanın mənə. Ona görə də gəlin bu vətənimiz üçün, xalqımız üçün bir şey eləyək. Mənim hörmətli Azərbaycanlı vətəndaşlarım. Sağ olun.